həyətdə it də saxlayırsan, pişik də saxlayırsan. İti neynirsən elə, it elə bilir ki, doğrudan da qəbul edir ki, sənin həyətində, sənin mülkündə bu qarolçudur, bu bir işçidir. Öz itayətini göstərir, xidmətində dayanır. Ki, bildirir ki, evin yiyəsi sənsən, mən sənin qulluqçunam. İtdə bunu görürsən. Amma deyir, pişiyə fikir vermirsən, deyir. Pişik üzünə hələ baxar ki, hələ bir sən bunu qonaqsan, evin yiyəsi budur, başa düşsən, sən hələ buna fikir vermirsiniz. Və bunun xüsusiyyəti budur. Amma bu itlə pişiyin bir başqa söhbət də var, ha. Bu hələ bizim mövzumuza yaxındır o mülk məsələsinə. Bir gün itlə pişik bir-birləri ilə söhbət edirlər. İt deyir pişiyə ki, bayırda yatıram, yağış, külək, soyuq, mən buranı qoruyuram, əziyyət çəkirəm, filan eləyirəm. Mən hələ bayırda zəncirli, sən evin yuxarı başından vurursan, dahi belə spalından vurub kuxunadan çıxırsan, belə özü, heç bir gördüyün işdə yoxdur, sən də tumarlayırlar, nə bilim, sənə yemək verirlər, bir şey deyir, sənin ağlın var bəyəm, sən o iş mənlikdə öyle məsələyə, sənin üçün budur. Deyir, necə? Deyir, bax, adam əlindən girə bilmir içəri, hürürsən, dağıtırsan özünü, gələnə bir cür hürürsən, gedənə bir əlində nəsə aparanda az qalır, zəncirin çıxsın, hürə buna. Mən dünya aləm vecmədə, kim gəlir, kim gedir, kim nə aparır, kim nə gətirir. Ona görə mən beləyəm, deyir. Nə üzümü öldürürsən, nə paxallıq eləyirsən, ağam malı gedir, deyir, muzdurun canı çıxır. Neyva lazımdır sənin? Əlbəttə ki, bu bir təmsil ki, insan başa düşsün ki, mülk sahibi Allahdır. Sənin hər neyin var, sən özünü öldürməklə deyil. Bunu Allah sənə əta eləyib. Allah Teala deyir, ha, ged pul qazan filan, Peyğəmbərimiz deyir, Əl-Kasib Habibullah, iş görən, kəsb-kar eləyən, pul qazanan Allahın sevimlisidir, bu lazımdır. Sənin bunda işin yoxdur. Mən demədim ki, robot kimi yaşa gələn ki, Allah nə verəcək, yox. Sən cəhd eləməlisən. Amma cəhdinin müqabilində Allah sənə nə verirsə, əlhəmdülillah, nə verirsə, Allah qəbul eləsin. Budur məsələ. Mən zəlləzi yeşfəəndəhəllə biizni, onun icazəsi olmadan kimdir şəfaət verən? Şəfaət bir dünyanın şəfaəti var, bəyəxtə deyil, vasitəçilik. Su, susuzluğu yatızdırar, çörək, aclığı aradan aparar, bu cür. Gedərsən, kimisə vasitə tutarsan, kiməsə ağız açarsan, bir iş görərsən, filan. Bir var, ahirətin şəfaəti var. Mənəvi məqamın şəfaəti var. O yerə gəlib çıxanların şəfaəti var. Bu tamam başqa şeydir. Və onların da vilayəti var. O mənəvi məqam yiyələrinin vilayət, yəni nə? İdarə etmə. Vəladət eləmək. Vilayət budur. Onun hər bir şeyin bir üfüqi, bir şağuli inkişafı var. Üfüqi eninə, şağuli üzü yuxarı. Din bizi şağuli aparır, yuxarı aparır. Təal, yuxarıya gəl yenə. Yuxarıya gəl. Üfüqi aparmaq başqadır, üfüqi görsənir. Məsəl üçün, vəlilər olub ki, Peyğəmbər deyir, mən sizin mövlavızam, vəlivizəm, ağıvızam, sahibizəm, hə. Mən kimin sahibiyəmsə, Əli də onun sahibidir. Mənim sahibim deyə, sahibim, ha ki. Bilirsiniz niyə görə? Peyğəmbər deyir, belə eləyirəm. Yəni, Əhl-i Beyt, Əli vilayətinə girmək, Allah vəliliyinə girmək, axı var, Allahu vəliyyüllezine amənu. Allah iman gətirənlərin vəlisidir. Yoxricuhum minəz-zülümat ilən-nur. Zülmətlərdən nura çıxartır, qalxızır göyə. Yerdən göyə qalxızır. Ona görə deyir zülmətdən nura. İman gətirməyin əvvəli niyə zülmət olmalıdır ki? Mən hələ ağlım ki, səndən dində olmuşam. Niyə mənim dünənim zülmət olmalıdır? Çünki yuxarı qalxırsan, yuxarı qalxdıqsan aşağı qalır zülmətdə, o mənada. Bu sübut eləyir ki, yol yuxarıya gedən yoldur. Kim Allah vilayətinə, Peyğəmbər və Əhl-i Beyt vilayətinə girsə, yəni özünə ağa bilsə onları, öl, qal, bundan gedir vilayət.
Oruç tut baş üstə. Tutma baş üstə. Allah deyir tut baş üstə, tutma baş üstə. Peyğəmbər deyir ayı gördün, oruç tut, ayı gördün, hilalı gördün bir günlük ayı, səhərsi gün bayram elə. Baş üstə. Yox filan kəs deyir ki, yox bu gün eləmə sabəl, bu işdir axı. 3 dənə kişi olur, dost olurlar, bunlar bir dənə meçid tikirlər. Birinin adı Musa olur, birinin adı İbrahim olur, birinin adı Əhməd olur. Bir dənə meçid tikirlər, sonra bir dənə piş namaz tapırlar, molla tapırlar ki, gəl, namaz qıl. Namaz qılır. Bu da Fatihədən sonra Əla surəsini oxuyur. Əla surəsinin axırı Suhufu İbrahimə və Musa deyir. İbrahimin adını çəkir, Musa alır, Əhməd görür, mənim adımı çəkmir. Deyir, mənim adımı çəkdi, mən tikmişəm. Deyir, bu surədir də, bəs falan. Bir hörmət eləyir buna, bu səhərsi gün yenə həmən Suhufu İbrahimə, Əla surəsinin axırı belə qutardı, Suhufu İbrahimə və Musa, Əhməd yoxdur axı. Axı bir gün bərk vurur bunu bayırda. Bərk vurur, səhərsi gün gəldi Suhufu İbrahimə və Musa və Əhməd. Deyirlər, axı bu belə bir ayə nazil olmayıb. Deyir, o çomaq sənə də deysəydi, sənə də nazil olardı o çomağın gücünə. İndi Allah Taala deyir ki, bayram məsəl üçün Peyğəmbər deyir, imam deyir, qanun qoyublar, bayram budur, sən hələ deyiş, bunu belə elə, bu işdir. Vəlilik budur, yəni mənim ağam Allahdır, Peyğəmbərdir, imamdır, filandır və salam qutardı, getdi. Budur, bundan başqası deyil. O vilayətə girən, o sənin sahibindir. Allah o mülkə icazə verib. Və bu cür insanların üfüqi, diqqət edin, üfüqi məqamını almaq olar. Amma şaguli vəliliyi ala bilməzlər. Xəlifəliyi ala bilərlər. Səqifə hadisəsi onların üfüqi vilayətini ala bilər əlindən. Amma Qədirxumdakı o yuxarı o vilayət məsələsini heç kim ala bilməz. Günəşi ötsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Qızılı uçsa da qara torpaqlar yenə qiymətini özündə saxlarsa, mədvun deyib bunu. Deməli, Əhl-i Beyt mi? İndi ümumiyyətlə deyib. Deməli, o vilayət məsələsi ki var, o mənəvi ucalıq, Allah Teala onlara icazə verir şəfaət verməyə, müəyyən vasitəsirgə eləməyə. Niyə, ay Allah, özün niyə eləmirsən? Özün ki, ən gözəl şafiysən. Sən elə də, yox. Mən insanlardan bu nümunəni götürürəm, göstərirəm sizə ki, siz də buna bunlara oxşuyun. Mən Allaha oxşaya bilmərəm, mən Allahı təsəvvür eləyə bilmirəm. Amma Allah Teala insanları, nümayəndələrini göndərir. O cür nümayəndələr qoyur ki, 14 nəfərlə bitdi, yox, ismət məqamı var. 14 məsuma bənzəyən kişilər var. Kişilər var idi, indi də var. Bu cür insanlar gözəl insanlardır, nümunəvi insanlardır. O insanlara da Allah icazə verir şəfaət verməyə. Allah Teala bizi o cür kişilərdən qərar versin inşallah. Ən azından o cür kişilərə xidmət eləməyi bacaraq. Ən azından Allah Teala bizə belə bir qüdrət versin ki, biz yaxşını pisdən ayıraq.